Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahumme salli ala Muhammedin ve ali Muhammedin ve accil feracahum. Ehemmiyetu ilmil kelam. Ötən dərsimizdə qeyd elədik ki, kəlam elminin tərifi barəsində və mövzusu barəsində müəyyən qədər danışdıq. Qeyd elədik ki, kəlam elmi və yaxud əqaid elmi müsəlmanın əqidə bağladığı məsələləri, əqidə bağladığı etiqadları öz mənbələrindən istifadə edib sübut eləyən elmə kəlam elmi deyirlər. Və onun mehvəri də, onun mərkəzi də, onun mövzusu da müsəlmanın əqidə bağlayacaq şeylərdir. Tövhid, ədl, nübüvvət, imamət, məad və ilaxır və s. Bugünkü dərsimizdə istəyirik əqaid elminin, kəlam elminin əhəmiyyətindən danışaq. Əhəmiyyət nədən ibarətdir? Buyurur ki, hər bir şeyin əhəmiyyəti onun mövzusunun əhəmiyyətinə qayıdır. Tutaq ki, məsələn fərzən deyək. Deyirik ki, məsələn, əgər deyiriksə ki, tibb elmi baytarlıq elmindən daha əhəmiyyətlidir. Niyə? Çünki tibb elmi mövzusu insan bədənidir, baytarlıq elmi mövzusu heyvan bədənidir. İnsan bədəni heyvan bədənindən dəyərli olduğu üçün, demək, tibb elmi də baytarlıq elmindən daha dəyərlidir. Deməli, onda hər hansı bir elmin mövzusu nədirsə, onun əhəmiyyətini təyin edən həmən o mövzudur. Bu baxımdan ki, əqaid elminin mövzusu insanın, müsəlmanın əqidə bağladığı şeylərdir. Allaha inanmaq, Peyğəmbərə inanmaq, imama inanmaq, ahirətə, cənnətə, cəhənnəmə etiqad. Deməli, onda onun əhəmiyyətli ondan təyin olunur. Ən əhəmiyyətli şey Allah və onun belə deyək, yaxınlarına onun qəbul elədiyi və əmr elədiyi şeylərə etiqad bəsləməkdirsə, demək, onun əhəmiyyətli oradan kəsb olunur. Buyurur ki, tənbə və əhəmmiyyətu. Tənbə yəni qaynaqlanır. Nəbə bulaq demək, yəni coşur, daşır. Tənbə və əhəmmiyyətu kulli ilmin minəl mövduat əlləti tubhəsu fihi. Hər bir elmin əhəmmiyyəti həmən elmin mövzularından qaynaqlanır. Hansı ki, o mövzular ki, tubhəsu fihi. Həmən elmdə onu araşdırırlar, axtarırlar. Hər hansı elmin əhəmmiyyəti həmən elmin mövzusu həmən elmin mövzu əsasında təyin olunur əhəmiyyət. O mövzular ki, həmən elmdə onu araşdırırlar. Və ma yubhəsu fi ilmil kəlam kəma zəkərnə sabiqən və elmi kəlamda, kəlam elmində araşdırılan mövzu, necə ki, ötən dərsdə dedik, huvəl əqaidu diniyyə. Dini etiqadlardır, Allaha etiqad, imama etiqad, Peyğəmbərə etiqad, cənnətə etiqad, cəhənnəmə etiqad və ilaxır və s. Və min huna, elə buna görə də labuddə min ma'rifəti ma məda əhəmmiyyətil əqaidi diniyyə. Ona görə də hökmən bilməliyik ki, dini əqidələrin əhəmmiyyəti nə dərəcədədir, hansı həddədir? Biqəlilin minət təəmmül yumkin ən nudrikə ənəl insan məcmuətü minəl əqaidi vəl əf'al. Və qalibən ma təkun ləfal müstənidətən iləl əfkar və təsdiqiyyat, ya təsdiqat. Deyir ki, əgər biz diqqət eləsək, insan bir sıra əqidə və bir sıra əməllərin məcmuəsindən ibarət. Yəni, insanın əgərsə həyat proqramına nəzər salsaq, görədik ki, insan bir sıra etiqadı, insan deyir, müsəlman danışmır, insan, bir şəkil nam. Yəni, Allahın xərqilədir, Adəm övladı. Kafiri, mümini fərqi yoxdur. Əgər biz onun həyat tərzinə nəzər salsaq, görərik ki, bir sıra əməl və inanclardan ibarətdir ki, o əməllərinə də təsir qoyarsa ki, onun inancıdır. Məsələn, misal deyək, əgər bir buddist gedir, nə bilim, bütünün qarşısında, nə bilim, belə eləyir, nə əyilir, düzəlir, nə oyun çıxardır. Ya bir müsəlman gedir, məsciddə namaz qılır. Nə bilim, xristiyan gedir, keşfin yanında, nə bilim, xat çəkir, bir şeylər eləyir də. Bu əmələ səbəb nə idi? Buddist gedirdi bütün qabağına, nə bilim, xristiyan gedirdi, kilsədə xrest çəkirdi, müsəlman gedirdi, məsciddə namaz qılırdı və yaxud da İmam Hüseyin məclisində ağlayırdı. Bunu bura aparan nədir? Başındakı fikri, etiqadı. İnsan bir sıra etiqadlar və feillərdən ibarətdir. İnsan nəməli? Həmən o feillərə təsir edən şey nədir? Onun etiqadıdır. Hətta lap ateist olsa. Tutaq ki, məsələn deyək,
Lenin dururdu Allahsızlığı barəsində deyir, təbliğat apardı. Lenin və ya Leninçilər. Öz etiqadına görə Allah yoxdur. Elədir. Həmən o etiqad səbəb 30-un yazsında bu feylə səbəbi nə idi? Əlinə ruska götürsün, qələm götürsün, kağız götürsün, yazsın ki, məsələn deyə ay cəmaat, nəuzubillah Allah yoxdur, fərzəndə cəmaat təbliğ eləyir. Bunu bu feylə məcbur eləyən nə idi? Başındakı fikri. İndi inanmışdı, inanmamışdı, işimiz yoxdur. Axır o etiqad ki, insanın beynindədir, başındadır, qəlbindədir, o səbəb olur ki, insan neynəsin? Feyl eləsin. Deməli, insanın əməlləri hardan qaynaqlanır? Öz etiqadından. Etiqaddır ki, insanı əmələ tərəf aparır. Deyir ki, bi qalilin minət təəmmül yumkinən nudrikə, azacıq düşünsək, görərik ki, biraz fikirləşsək, görərik ki, ennəl insan məcmuətun minəl əqaidi vəl əfal. İnsan bir sıra əqidə və feillərdən ibarətdir. Əqidə beyindədir, başdadır, qəlbdədir, dedikdə ya qəlbdədir, ya başdadır. Hardadır, onu Allah bilər. Xülasə, o düşünən orqanımız, qəlbimiz ya başımızdır, onu da Allah bilər. Xülasə, yəni beynimizdən, başımızdan idarə olunur. Vəl-əfal və qalibən ma təkunu əl-əfal müstənidətən iləl-əfqari və təsdiqat. Adətən, əksər hallarda feillər, insandan baş verən feillər nəyə söykənir? İnsanın fikirlərinə və onun təsdiqlədiyi məsələlərə. Fihin tuşəkkilul əqaidil əsas əlləzi yüşəyyidu aleyhi əl-insan təsərrüfatihi və əfalihi. Deyir ki, həmən bu əqidələrin, yəni insan etiqadlarının başında insanın o inancı dayanır ki, etiqadı dayanır ki, insan onun əsasında feillərin və hərəkətlərin tənzimləyir, nizamlayır. Dediyim kimi, xristiyan gəlib mənlə məsciddə namaz qılmır. Mən də onunla bircə gedib deyə orada kilsədə keşiyin yanında xat çəkmirəm. Niyə? Çünki onun etiqadı onu kilsəyə aparır, mənim etiqadım məni məscidə aparır. İnsan o etiqadı əsasında öz feillərini tənzimləyir. Və bima yumkinil qavl və rubbəma yumkinil qavl, mümkündür bu söz deyə bilərik ki, innə cəmiə əmalil insan, insanın bütün əməlləri, insan, müsəlman yox, bütün insanların, insanın bütün əməlləri naşiyyətun min mu'təqədatihi bir nəhvi minəl-ənha, hər hansı cürü olursa olsun, hər hansı yöndən olursa olsun, hər hansı insandan baş verən əməllər onun etiqadına, daşıdığı fikrə qayıdır. Dediyim kimi, bir ateist götürəcək, çıxır YouTube'da xristiyan nədir, ateizmi təbliğ eləyir. O necə etiqad yoxdur, Allah barəsində, Peyğəmbər əsən inkar eləyir. Yenə də onu YouTube'a çıxardan nə olur? Onun başındakı fikir olur, gətirib çıxardır. Deməli, insanı feylə vadar eləyən başındakı fikridir, etiqadıdır. Və alə hədəl əsas fə innə əhəmmiyyəti ilmil kəlam əlləzi yəxuzu alə atiqihi bəyanəl əqaid. Deyir, indi ki, belədir. Kəlam elminin əhəmmiyyəti, hansı ki, insanın əqidəsin öyrətmək öz boynuna götürübdür və əfkar və onun fikirlərini düzəltmək boynuna götürüb, təfuq əhəmmiyyətil ulumil uxra, onda əqaid elminin əhəmmiyyəti, digər elmlərin əhəmmiyyətini üstələyəcək, fövqündə olacaq. Əl-mütəəlləqə bi sulukil insan və əfalihi, hansı ki, digər elmlər ki, insanın sülukuna, həyat tərzinə və əməllərinə qayıdır. Deməli, insan düşüncə, etiqad və əməldən ibarətdir. Diqqətinə bir dəqiqə. İnsan etiqaddan və əməldən ibarətdir. Əməllərə səbəb olan, təsir qoyan insanın düşüncəsi etiqadıdır. Deməli, etiqad başda durur, ondan sonra əməllə gəlir. Əməlimiz fiqhi əməldir, əxlaqi əməldir, ictimai əməldir, sosioloji əməldir, hər nədir, nədirsə işimiz yoxdur. Axır, demək, idarə ilə nədir? Əqaiddir. Əqaid başdadır. Əqaiddir ki, digər əməllərə təsir qoyur. Tutaq ki, məsələn deyək, bugün hansı bir şiə məntəqəsinə getsin, ən azından bir balaca da olsa bir təkiyyələri var, bir məclisləri var, İmam Hüseyin ağlayırlar. Ya Mərsə deyirlər, ya bir Qarabağlı, ən azından bir uşaqlar, ya Hüseyin deyir. Nədir səbəb? Səbəb odur ki, məhərrəmdir və şiənin etiqadı budur ki, mənə imamlarım əmr eləyib ki, məhərrəm deyə 10 günün mərasim keçirdəsən. O inancdır ki, səbəb olur, neynir? Gətirib çıxarsın onu oraya. Hətta arağı çəni də olsa, pozğunu da olsa, nəuzubillah, fahişəsi də olsa, hər nə olsa Aşura günündə ən azından müəyyən qədər başqa günlərindən fərq qoyur, həmənki günə, müəyyən qədər də olsa digər günlərindən fərqləndirir həmən günün. Arabistan olsa həmən gündə ki, bugün ya içmir ya da içsə də az içər. Niyə? Çünki nə qədər də zəif olsa, başında bir əqidə var ki, mən şiyəyəm, mən Əli İslamın şiyəsiyəm, bugün mən üçün deyə matəm gündür, kədərli gündür, gərək neyniyəm, bugün az da olsa hörmətinə qail olam. Elədir. Ona səbəb nə oldu əmələ təsir eləyən?
etiqadı, əmələ təsir edir. Onun başındakı fikri idi, əqidəsi idi. Deməli, onda insan əməlini tənzimləyən fikridir və digər elmlər də hamısı əməl üzərində qurulub. Yeganə elmdir ki, əqidə üzərində qurulub. Bu nədir? Əqaid elmidir. Əqaid elmi, deməli, onda insanın əməllərini tənzimləyir. Ona görə də bütün əməllərdən fövqündə və yuxarısında olmalıdır. Kəma yumkin bəyan məda əhəmiyyət elmil kəlam min zaviyyətin uxra. Deyir, birinci bucaqdan, yəni birinci baxış çərçivəsindən bu cür baxdıq ki, insanın əməllərin təyin eləyən onun əqidəsidir. Ona görə gərək onda əqidə əməllərdən yuxarı olsun. Əqidəni öyrənən elm kəlam elmi olduğu üçün digər elmlərdə üstündə olmalıdır. Bu bir cəhətdən. Başqa bir cəhətdən də isə başqa bir yöndən də yanaşa bilərik. Ənə kullə insanin yəs'a cahidən illə təhsili saadəl nəfsiyyə. Deyir ki, ikinci də budur ki, hər bir insan bu aləmdə səadətə və xoşbəxtliyə qovuşmağa ciddi cəhdinə səy eləyir. Diqqət edin, əzizlərim. Fərqi yoxdur, istər Allahı tanıyan olsun, istər ateist olsun, deist olsun, hər kim olursa olsun, materialist olur, liberalist olur, nə olur olsun. Axır bu aləmdə yaşayır da, hər bir insan əslində gözəl həyat üçün yaşayır. Sadəcə gözəl həyat nədir, onu qarışdırmışıq. Ta ki, məsələn deyə biz, yəni Allah dinində olanlar, yəni Tövrat, İncil və Quran əhli bu etiqadlıyıq ki, o gözəl həyat burada deyil, cənnətdədir. İndi cənnətə necə baxmışıq, ola necə baxır, biz baxırıq, axır işimiz yoxdur. Yəni Allah dinində olan Yahudilər, Xristianlar və Müsəlmanlar bu etiqaddadırlar ki, bu həyat qutarır, insan ölməklə qutarmır. Yeni bir həyata qədəm qoy, o həyatda cənnət var, cəhənnəm var, nə var, nə var. İşimiz yoxdur, nələ sonra öz yerinə gələcək. Xülasə, dini etiqad bizə bunu aşılayır ki, insanın səadəti axirət dünyası üçün tənzimlənir. Bu dünyada mümkündür insan müəyyən qədər xoşbəxtlik, səadət tapa bilər, amma bu dünyada tam tapa bilməyəcək onu. İstəsə də tapsın. Tutaq ki, məsələn deyək, bir nəfər ola bilər ki, prezident olar. Əlinin altında generalları əmr elədiyi ölkəsi, nə bilim, ordusu, nə bilim, hər nə yeyib içər, amma o xoşbəxtliyi əldə edə bilər. O xoşbəxtliyi onun əlində ki, yox, uşaq xəstələndi, sağalda bilmirlər. Dəli oldu, ağıl verə bilmirlər. Nə bilim deyək, başqa bir problemlərlə, canında bir problem çıxdı ki, heç bir həkim onu dərman eləyə bilmir. Deməli, onda tam səadətin tapılması bu dünyada mümkün deyil. Əslində, hər bir insan fitrətən, Allah insanın fitrəndən qoyub ki, xoşbəxtliyi, səadəti axtar. Amma səadət, xoşbəxtliyi hardadır? Biri mümkündür paqonda görür, əgər hərbiçidir. Biri nə bilim ustulda görür, biri nə bilim deyək, əmmamədə görür, biri nə bilim pulda görür, biri nə vəzifədə görür, biri maşında görür, hər bir şey xəstəsidir. Elə bir ki, məsələn, maşın xəstəsi filan maşının, məsələn, dəyişi filan maşını alsan da mən vəssalamda hər şeyim həll olacaq. Yedi, o maşını alır, görür, olmadı. Ondan yaxşısını alır, olmadı. Biri tutaq ki, deyək, polkovnik, elə bir general olsam hər şey alacaq. General olmur. Biri prezident olur, olmur. Əslində, insan kəmal gəzir, səadət gəzir. Amma bilmir o nədədir. O hardadır, onu tapa bilmir. Bizə din öyrədib, bizə şəriət öyrədib, imam, peyğəmbər, Quran öyrədib ki, o axirətdədir, cənnətdədir ki, insan cənnətə və cənnətdən də yuxarı olan Allah və onun övliyalarına qovuşandan sonra insan o həqiqəti çatır, o xoşbəxtliyi tapır. Xülasə sözüm nədədir? Sözüm bundadır ki, insan fitrətən səadət axtarışındadır. Yaxşı, o səadəti kim verə bilər? O səadəti mümkündür, insan özü elə bilsin ki, mən axtarsam tapa bilərəm. Amma bu baxımdan ki, insan özü-özünü xəlq eləməyib. Məsələn, deyə bu kompüterlər, bu cihazlar, bu telefon əlimdədir, yox, kompüter sənin qabağındadır, nə bilim, planşet sənin qabağındadır. Onu xəlq eləyən, onu düzəldən bir dənə mühəndis vardır. O mühəndis bilir ki, onun içində hansı hissə var, o hissəni məsələn xarab eləyən nədir, düzəldən nədir, nə bilim, nədir, o bilir də. O cihaz öz-özünü tanıya bilər. O cihaz bilər ki, mənə nə xeyirdir, nə ziyandır. Yox. Cihaz qurulandan sonra işləmə sistemi ki, ona təyin olunub, onun əsasında işləyir. Amma mənə nə xeyir verə bilər, nə ziyan verə bilər, onu düşünə bilməz ki, o. İnsan da həmin o cihaza bənzəyir. İnsan qurulub, proqramlaşdırıb, bu aləmə gətirilib. Amma ona nə xeyir verəcək, nə ziyan verəcək, onu xaliqi bilir. Allah da bilir ki, məsələn, səhər-səhər 2 rükət namaz qılan da xeyir olur, günahda 4 rükət. Mən nə bilim, tutaq ki, mən yox, Allah belə peyğəmbər. Nə boyda adam olur, nə bilir ki, 4 rükət günahda qılan da yaxşı olur, 2 rükət səhər-səhər. Mümkündür deyək, bizim ağlımıza buraxsarlar, deyilir, məsələn, fərzəndə, səhər-səhər, məsələn, deyək, sakit vaxtı qoyulur, 4 rükət qılaq, günahda vaxtı, iş-güc vaxtı, o biraz azaldaq. Ağıl bu cür deyərdi, ağıl əksinə hökm eləyərdi, amma şəriət yox, 8 rükət günahda qılacaqsan, 2 rükət səhər-səhər. Sənin xeyrin ondadır, indi xeyrimiz nə cəhətdəndir, şərimiz nə cəhətdəndir, onu artıq xaliq bilir. Xülasə, şəriətin sahibi, dinin sahibi
Allah Müteal o təyin edir. Niyə? Çünki xaliqimiz odur. O təyin eləyir ki, sənin xeyrin nədədir, neçə gün oruç tutmalısan, neçə gün namaz qılmalısan, qusulu belə elə, nə bilim, addım belə at, sədəqəni belə ver, filan şey. Bu cür elə, o əməllərimizi təyin eləyən nədir? Səadətimiz həmən o əməllərin girovundadır. Əgər o əməlləri düzgün yerinə yetirirsə, onda səadətə qovuşarıq. Xülasən, fikrimiz yaddan çıxmasın, əhəmiyyət elmil kəlam. Kəlam elminin əhəmiyyəti başqa cəhətdən yanaşa bilərik. Nədir o? İnsan təbiətən səadət və xoşbəxtlik axtarışındadır və o xoşbəxtlik və səadət bir sıra əməllərin girovundadır. Amma hansı əməllərdir? Onu yalnız və yalnız kim təyin eləməlidir? İnsanın xaliqi. Və o xaliqin xəbər gətirəni, peyğəmbərlər. Yəni Allah təyin eləyir ki, sənin xeyrin nədədir? Xəbər gətirən də peyğəmbərlərdir ki, xəbərini gətirir ki, filan namazı belə qıl, filan qusulu elə, filan sədəqəni belə ver, filan vaxt yat, filan vaxt dur və ilaxır və s. Əməllərin məzmuəsi. Səadətin bundadır. İnsan səadət axtarır. Həmən səadəti təyin eləmək üçün insan özü acizdir, öz səadətin, xoşbəxtliyin təyin eləməz. Kim təyin eləməlidir? İnsanı xəlq eləyən. O xəlq eləyəni tanıtdıran hansı elmdir? Əqaid elmi. Deməli, onda səadətimizi tanımaq üçün bizə səadət bəxş eləyən şəxsi tanımalıyıq. O tanıtdıran kimi bizə əqaid elmi. İkinci əhəmiyyət də buradandır. Deməli, birinci əhəmiyyət buradan yanaşdı ki, insan bir sıra əməllərdən və əqidədən ibarətdir. Əməllərə təsir edən ki, onun əqidəsidir. Ona görə əqidəsini araşdırmalıdır. Bu bir cəhətdəndir. İkinci cəhətdən insan səadət axtarır. Səadət bir sıra əməllərin girovundadır. Həmən əməlləri təyin edən kimdir? Onun xaliqidir. Xaliqi tanıtdıran elm hansı elmdir? Əqaid elmidir. Ona görə əhəmiyyət buradan kəsb olunur. Kəma yumkin bəyan mədə əhəmiyyət ilmil kəlam min zaviyyətin uxra və hiyə ənə kullə insanin, hər bir insan yəs'a cahidən ciddi cəhdlə səy eləyir ki, İlla təhsili səadət nəfsi, əs-səadə nəfsiyyə, əs-səadə li nəfsihi. Nöqtələrini yaxşı görmürəm. İlla təhsili səadət li nəfsihi, öz canı üçün, öz nəfsi üçün səadət axtarır. Və səmmətə, yəni hunakə, ədyan və məzahib bəşəriyyə kəsirə və bu aləmdə çoxlu dinlər, məzhəblər, təriqətlər vardır ki, təz'amu ənəha qadirətun əla isalihi ilə əs-səadəl mənşudə. Bu, belə deyək, cərəyanlar, məktəblər, məzhəblər, dinlər, hamısı insana söz verir ki, mən səni həmən səadətə qovuşdururum. İddia eləyir. Buddist deyir ki, sən Buddanın qabağında əyil düzəl, mən sənə səadət verəcəm. Xristiyan deyir gəlib kilsə, nə bilim, obrisi deyir gəl sinagoqa, molla deyir gəl məscidənə. Hamı iddia eləyir ki, mən səni səadətə qovuşdururam. Gəl, sən mən deyəni elə, mən sənin axtardığın səadəti sənə təqdim eləyəcəm, verəcəm. Və lakin minəl vazih ənəhu la dinə kəddini lillahi qadirun əla zamani səadətil həqiqiyyə lil insan. Amma heç şübhəsiz ki, vazihdir, aydındır ki, gün kimi aydındır ki, heç bir din ilahi din kimi insanı həqiqi səadətə, həqiqi xoşbəxtliyə qovuşdura bilməz. Onu öhdəsindən götürə bilməz. Niyə görə? Özü deyir, dəlilin deyir. Li'ənnəlləhə subhanəhu və teala əl-xaliq lil insan. Çünki insanı xəlq edən Allah Teala'dır ki, ya'rifu əksər min əyyi şəxsin axər əl-umurul kəfilə bi isalil insan ilə səadə. Çünki Allah ki, insanı xəlq eləyib, bilir hansı işlərdir ki, insanı həqiqi səadətənə qovuşdura bilər. Bayaq dediyim kimi, Allah da bilir ki, səhər 2 rükət namaz qılanda yaxşı olur, günorta 8 rükət. Mən nə bilirdim, ağıl nə bilirdi ki, nə eləyərsən? Ağıl məsələn fərzən belə deyək. Ağıl nə bilirdi ki, nəsə misal vuram ki, biraz da dəqiq olsun, misal istəyirəm ki, dəqiq olsun. Deyək, siz də məni bağışlayın, qadından qan gəlir, aylıq məsələn deyək. 10 günə qədər deyək ki, namaz qılma, 11-ci gününə məsələn istihazada namaz qıl. Əgər şəriət deməsəydi, biz qadın nə biləcək, laf belə ən savadlı bir qadın olsun, laf belə profesor, akademik bir qadın olsun. Ağıl nə biləcəkdir, qadın ağıl nə biləcək ki, 10 günə qədər dəyən qan heyizdir, həmən vaxtda namaz qılınmamalıdır, ziyandır namaz, namaz ziyandır orada, namaz qılma, Allaha yaxınlaşma. 11-ci gündəki qanladı istihaza qoyuram, onları namaz qılarsan. Ağıl nə bilir bilən şeylər? Ardın ağıl nə başa düşəcəkdir bu şeyləri? İstəsə də bilsin, yer üzünün ən savadlı akademiki də olsa, o ağıl ölsünə bir şey döyüşür. Aydın oldu. Allahdır ki, xəlq eləyir, bilir ki, 10 günə dəyən qan, onda namaz qılmazdı, 11-ci gündən sonra məsələn namaz qılarlar. Artıq o Allahın işidir. O təyin eləyir. Çünki o bilir xeyr hardadır, şər hardadır, zərər hardadır, ya fayda hardadır.
Xülasə deyir ki, Allahdır ki, xəlq edir və bilir ki, insana nə fayda verir, nə ziyan verir. لأن الله سبحانه وتعالى الخالق للإنسان يعرف أكثر من أي شخص آخر الأمور الكفيلة. Bütün insanlardan, bütün digər şəxslərdən daha yaxşı bilir ki, o işlər ki, el-kefil öhdəsinə götürüb bi isalil insan ilə saadə, insanı saadətinə çatdırsın. Hada min cihə, bu bir cəhətdən. Və min cihətin uxra la yumkin lil insan ma'rifətid din. Digər tərəfdən insan öz başına dini təyin eləyə bilməz, dinin göstərişlərini bilə bilməz. Və istikşafil umuril calibə lis-saadə. O işlər ki, insana saadət gətirir, o işlər tanıya bilməz. Ancaq kimin vasitəsilə? Peyğəmbər və imamların vasitəsilə. Tutaq ki, məsələn, deyir, Allahın dini var, Loh-i Məhfuzda qoyub, amma Peyğəmbər və imamlar yoxdur. Hardan bilərdik? Demək, mənim saadətim hansı işlərdən asılıdır, onu Allah təyin eləyir. Və Allah təyin eləyəndən sonra da Allahla mənim rabitəm yoxdur, məndə o qabiliyyət yoxdur ki, Allah mənə xəbər göndərsin. Mən dedim, mən insan. Çünki məndə o ilahi vəhiy qəbul eləyəcək qabiliyyət yoxdur, mən insanda. Deməli, onda nə olmalıdır ortada? Vasitə olmalıdır. Allah ilə məxluq arasında, xaliq ilə məxluq arasında vasitə olmalıdır. Vasitələr kimlərdir? Peyğəmbər və imamlar. Qəsdimiz həmin o hidayətçilərdə, ilahi hidayətçilər ki, peyğəmbərlər və imamlar. Yaxşı, Allah saadəti təyin eləyəndir. Xəbərin gətirən kimlərdilər? Peyğəmbər və imamlar. Allahı və Peyğəmbəri və imamı tanıtıran elm hansı elmdir? Əqaid elmi. Deməli, onda hökmən əqaid elmi oxumalı, onun əhəmiyyəti bu qədərdir ki, bizi saadəti çatdıran, həmən o qanunlar çərçivəsini təyin eləyən Allahdır və bizə çatdıran da Peyğəmbər və imamlardır və bunlar da tanıtıran yalnız bir dənə elmimiz var, o da nədir? Əqaid elmidir. Ona görə əhəmiyyət oradan artıq tam şəkildə ortaya çıxır. Deyir ki, maləm yu'min, deyir ki, və istikşafil umuril calibəli sadə, maləm yu'min bi vücudillah və nəbi. Nə qədər ki, Allahın vücuduna etiqad bəsləməyib, bunun qanunlarına da etiqad bəsləyə bilməz. Deyir ki, saadəti bəxş eləyən nədir? Allahdır. Və Allah tanımayan onun sözlərini qəbul edə bilməz. Keç onda Allahın vücudunu qəbul eləsin. O xəbəri bizə çatdıran kimdir? Peyğəmbərdir. Keç onda vücudunu qəbul eləsin. Maləm yu'min, nə qədər ki, iman gətirməyib bi vücudillah, Allahın vücuduna və nəbi və Peyğəmbərin vücuduna iman gətirməyib və yəsbutu ləhu vücuduhuma, nə qədər ki, onların, yəni Allahın və Peyğəmbərlərin vücudu insan üçün sabit olmayıbsa, onda o saadəti əldə edə bilməz. Sümmə innə isbatə vücudallahi və sifatihi, sümmə, sonra innə isbatə vücudillahi və sifatihi, Allahın əsl vücudunu sübut eləmək və onun sifətlərini sübut eləmək və kəzalikə təarruf iləl hudat əl-ilahiyyin və həmçinin də ilahi hidayətçiləri tanımaq, yəni Peyğəmbər və imamları tanımaq, əl-məbusin, Allah tərəfindən göndərilmişləri tanımaq, min qibəlillah və umurun min hazəl qəbil və bu qəbildən olan şeyləri bilmək, innəma tətəhəqqəq bi vasitəti ilmil kəlam, bütün bunlar hamısı kəlam elminin vasitəsilə baş tutur. Və aleyhi, buna görə də la yumkin lil insan neylis saadə dunə ilmil kəlam vəl-əqaidil İslamiyyə. Bunun üçün də kəlam elmi olmadan, İslami əqaid elmi olmadan insan həqiqi saadəti tapa bilməz. Demək, həqiqi saadəti tapmaq üçün bir sıra əməllər eləməlisən. Həmən əməllər məcmuəsini təyin eləyən Allahdır. Allahı və Peyğəmbəri tanımasan, iman gətirə bilməyəcəksən ona, gərək onu da onu tanıyasan, onu tanıtıran elm də əqaid elmidir. Əhəmiyyəti də buradan çıxır ortaya. Bu oldu bizim əqaid və kəlam elmimizin əhəmiyyəti. Keçirik sonraki bəhsə. Yaxşı, bildik, əqaid elmi insanın əqidəsindən, yəni müsəlmanın əqidəsindən bəhs eləyən elmdir, onun məsələrindən, mənbələrindən çıxardır və onu insana aşılayır. Yaxşı, hansı mənbələrdən çıxmalıdır? Həmən əqidəni hardan götürək? Hardan əxz eləyək? Elə hardan gəldi ki, məsələn, bir nəfər də nəuzubillah, Allah 5 dənədir, mən deyim 5 dənədir. Bir də deyim 18 dənədir, deyim 18 dənədir. Mənbə nədir? Hardan götürməliyəm əqidəni? Saf əqidə, düzgün əqidə hardan götürülməlidir ki, düzgün əqidənin mənbəyi, əsl kök əqildir. Əqildən sonra gəlir Quran və hədislər. Çünki əgər əqil olmasaydı, Allah'ı sübut eləyə bilmərik. Allah'ı Qurandan sübut eləmək olmaz ki. Bəli, Quranda əqli dəlillər var, o da yenə əqlə qayıdır. İşimiz yoxdur. Amma əsl Allahın vücudunu qəbul etdirən əqildir. Ona görə də İmamlarımız salamullahi aleyh məcməin nə qədər əql barəsində hədisləri var. Maşallah. Əslən, bir deyək ki, əgər istəyirsən şiə və sünni məzhəbin müqayisə eləyəsən, bizim ən mötəbər kitabımız deyək, kafimizdir, olan da ən mötəbər kitab Buxaridir. Bizim kitabı açan kimi Kitab-ül Əqli vəl-Cəhl. Birinci ağıldan başlayır. Onların kitabı nədən başlayır? İnnəməl əmalu bin niyyat. Əql, niyyət.
Aydın oldu. Birinci ağlı düzəld, ondan sonra niyyət, ağıllı kamilləşəndən sonra niyyət də kamilləşəcək. Xülasə, imamlarımız həddən artıq önəm veriblər əql məsələsinə. Əql yəni şəxsi əql yox, şəxsi zövq yox. O əql yəni bütün bəşəriyyət hamısı o eyni şey düşünər. Yəni orada iki nəfər ixtilaf eləməz, kafirlə mömin ixtilaf eləməz, o əqldən danışır o. Yəni şəxsi Əbu Hənifənin istehsani əqliyyatı yox. Gəlib öz yerindən inşallah bəhsini eləyərik. Əbu Hənifənin qiyası istehsanından danışmır. Əql yəni bütün insan, bütün bəşəriyyət hamısı eyni cür fikirləşir. Xülasə, əqlin nədir? Əqaidin əxz olunma birinci mənbəy əqldir. Ona görə də inşallah hədisdə oxuyacaq. İmam əleyhissalam buyurur ki, Allahın iki dənə höccəti var. Bir höccəti əqldir ki, batindəndir. Digər höccəti də Peyğəmbər və imamlarla ki, onlar da xaricdəndirlər. Əgər bir nəfər batini höccətin bir kənara qoydusa, xaricdəki höccət ona nə edə bilər? Təsir eləyə bilər? Yox. Sadəcə bir misal burada. Deyək, Əbu Ləhəb də Peyğəmbərin əmisi idi, Həmzə də. Hər ikisi Əbdülmüttəlibin oğlanları idilər. Yəni, kənar adam deyildilər ki, ikisi də Peyğəmbərin, yəni ikisi də Peyğəmbərlə bir evdə böyümüş və Peyğəmbəri qucağında gəzdirmiş adamlar idilər. Məsələn, Taytuş idi. Həmzə Taytuş idi, Əbu Ləhəb biraz böyüdü Peyğəmbərdən. Yəni, qardaşı oğlanları idi. Biri əqlün nidasını qəbul elədi, qəbul elədiyi üçün ilahi elçini də qəbul eləyə bildi. Həmzə deyə qəbul elədi Peyğəmbəri. Biri isə nədir? Əqlin nidasını qəbul eləmədi. Ona görə ilahi hidayətini də qəbul eləyə bilmədi. Hər ikisi əmisi idi, hər ikisi eyni kişinin oğlanları idilər. Deməli, onda səbəb nə idi? Nəuzubillah deyək, biri haramdan əmələ gəlmişdi, yox, Əbdülmüttəlib pak bir kişi idi. Oğlanlar yəqin pak nütfədən əmələ gəlmişdilər. Bəs niyə biri Əbu Ləhəb oldu, biri Həmzə Seyyid-i Şühədə oldu? Biri əqlin nidasını, yəni batini höccətin çağırışın qəbul elədi. Onu ağlın oturdu, fikirləşdi ki, Allah varsa məni xəlq eləyib, onun hidayətçisi də olmalıdır və qəbul elədi Peyğəmbəri. Birisi o batindəki hidayətçiyə nə dedi? Yox dedi. Ona görə xaricdən gələn hidayətçini də qəbul eləmədi. Xülasə, əqaidin mənbəsi nə idi? Birinci əqildir. Ondan sonra gəlir Quran və hədis, ondan sonraki mərhələdədir. Ona görə də əql çox mühümdür. Əql əsasında əqaidin kökün bünövrəsini sübut eləyirik. Allahı, onun hidayətçilərin, cənnət və cəhənnəmi. Sonra təfsilatı ki, Allahın nə sifətləri olmalıdır, Peyğəmbərin nə sifətləri olmalıdır, cənnətin nə sifəti olmalıdır, cəhənnəmin nə sifəti, mələklərin nə sifəti, onlar hamısı aradan Quran və hədisdən götürülür. Deməli, əsl əqidə əxz olunur əqildən. Əqil sübut eləyir ki, sən varsansa, səni bir dənə yaradan lazımdır və yaranmısansa, yaradan nə sənin adında bir vasitəçi lazımdır və yaradanın hədəfi səni yox eləmək deyil, sənə həyat verməkdir. Bunda başqa bir həyat olmalıdır. Bu qədər əql sübut eləyir ki, gəlib qabaqçı bəhslərdə sübut eləyəcək. Amma təfsilat da əql olunur. Əql nə bilir ki, cənnətdə quş əti yeyirlər, ya məsələn deyək, pomidor xiyar yeyirlər. O əqlin yolu deyil. Əqlin orada işi yoxdur. Əql külliyatı danışır ki, bir yer olmalıdır, orada nemətlər olmalıdır, bir dənə yer olmalıdır, orada əzab olmalıdır. Bu qədər əql hökm eləyə bilər. Amma təfsilatları artıq da Quran və hədis olmasa, nə bilir, cənnətdə nə olur, cəhənnəmdə nə olur, ya Peyğəmbərin hansı xüsusiyyətləri olur. Xülasə əql külliyatları danışır, cüziyyatlar isə qoyur kimin öhdəsinə? Quran və hədisin öhdəsinə. Məsadir ilmil kəlam. La yəxfə ennəl məarifi kulli ilmin innəmə tüstəqa min məsadir əv məsadir muhəddədə. Min məslərin əv məsadir muhəddədə. Gizlin deyil ki, hər bir mərifət, yəni hər bir əldə olunan bilgi, hansı elmdə olursa olsun, innəmə tüstəqa min məslərin, hər hansı bir məslərdən, əv məsadir muhəddədə, yaxud da ki, müəyyən olunmuş bir mənbələrdən götürülür. Və elmul kəlam yəntəhilu, yəni əldə edir. Kəlam elmi də intihal eləyir, yəni əxz eləyir. Məarifəhum nəl məsadir latiyə, aşağıdakı məslərlərdən əxz eləyir. Birincisi, əl-əql. Bə'dəmə yuthbitul insanu vücudəl xaliqi bi'əqlihi, deyir ki, insan öz əqli ilə xaliqinin vücudunu sübut eləyəndən sonra ki, əgər mən yaranmışamsa, mənim bir yaradanım vardı, bunu sübut eləyəndən sonra yətətəllə iləl vüquf ələl həqaqil uxra. Ondan sonra boylanır, tətəllə, yəni boylanır. Neyiniz istəyir ki, boylansın, başqa bir şeylər görsün. Yətətəllə iləl vüquf, aşkarlasın, aydınlatsın özü üçün, vüquf eləsin, neynəsin, tanış olsun. Ələl həqaqil uxra fil aləm, aləmdəki digər həqiqətlərlə də tanış olsun. Neymiş o həqiqətlər? Və zəlikə min qabil min əynə cəə, hardan gəldi və ilə əynə zahib, hara gedəcək və əynə huvəl an, hardadır indi o? Yəni, biz bu dünyaya gəldik, mən varam, hardan gəlmişəm, hardayam, hara gedəcəm? Bu suallar neynir? İnsanı düşündürür. Və məl hədəf min məciihi ilə hadəl aləm. Nə üçün mən gəlmişəm bura? Allah məni niyə yaradıb? Mənim xaliqim məni yaradıb bura, nə gətirib məni bu aləmə?
Sonra buyur ki fəyəruddu alə hazil əslə bi'aqlihi. Sonra ağlı ilə başlayır, çalışır ki bu suallara cavab versin. Və gəl əsləl-ləti yətəsənna ma'rifətü din dunə ma'rifətil cavab anha və hiyəl əsləl-ləti, bu bir sıra suallardırlar ki la yətəsənna ma'rifətül din, deyir ki bunların cavabını tapmamış dini başa düşmək mümkün deyil. Əgər sən bu suallara cavab verməmisənsə, bu sualların cavabı sənin üçün həll olmayıbsa, onda dini bilgilərin naqis qalacaq, yarımsız qalacaq, tam şəkildə həll olmayacaq. Cümləni tərcümə eləyirəm. Və hiyəl əsləl-ləti, bu bir sıra suallardırlar ki, la yətəsənin la yumkin. Ma'rifətü din, dini bilgiləri əldə eləmək mümkün olmayacaq. Dunə ma'rifətil cavab anha, nə qədər ki bu sualların cavabını həll eləməmisən. Mən hardayam, hardan gəlmişəm, hara gedəcəm və nə üçün gəlmişəm bura? Ya bu suallar həll olsun sənin üçün. Və bihaza yətəbəyyən ennəl əqlə, buradan da aydın olur ki, həqiqətən ağıl və alərrəq min kavnihim müqəyyədən və məhdudən. Baxmayın ki, ağıl müqəyyətdir. Bayaq dedim ki, ağıl kulliyatlar düşünür. Ağıl düşünür ki, bir xaliq var, səni xəlq edir. Ama xaliqin nə xüsusiyyətləri olmalıdır, necədir, sənlə necə rəftar eləyəcək bu dünyada, o dünyada. Bunlar artıq ağılın məhdudiyyətində deyil, ağıldan fövqündədir ki, onu necə Quran və hədis bəyan eləyir ki, Allah hansı cür rəftar eləyir. Və alərrəq min kavnihim müqəyyədən və məhdudən yuaddu hüccətəllahi aləl-ibad. Məhdud olsa da yenə də Allahın insanlar üzərində hüccəti sayılır. Fəla təttədihu kəsirun minəl umur dunəhu. O olmadan, yəni ağıl olmadan çoxlu məsələlər aşağı çıxa bilməz, həll oluna bilməz. Fi hada siyaq ruviyə ənə İbn Sikkit sə'ələl imam Əbəl Həsən Rıza aleyhisselam məl hüccətu aləl xəlqil yevm fəəcabəhu qailən. Deyir ki, İbn Sikkit ki, alimlərdən biriydi. Bir gün İmam Rıza aleyhisselamın soruşdu ki, hal-hazırda Allahın bəndə üzərində hüccəti kimdir, nəçidir? Həzrət belə cavab verdi. Həzrət buyurdu ki, fəəcabəhu qailən əl-əqlu. Həzrət buyurdu ki, ağıl. Yəni, sanki Həzrət İmam Rıza aleyhisselam nə deyirdi İbn Sikkitə? Dedi, İbn Sikkit, sən hüccət gəzirsən, sən ağla baxınan. Gör, əgərsə sənə elə bir şəxsi tanıtdırırsa ki, həmən şəxs elə sözlər danışır ki, ağla batandır, düzgündür, həqiqətə yaxındır, deməli onu hüccət düz tapırsan. Amma cid-cid şeyləri sənə tanıtdırırsa, elə şəxsləri sənə tərif eləyirsə ki, sənə belə deyək, yəni, səni hidayət yolundan saxlayacaqsa, deməli o nədir? O hüccət deyil. Yəni, əsl hüccət sənin ağlındır ki, sənə məni tanıtdırır. Yəni, sənə deyir ki, İmam Məmundur, İmam Rıza aleyhissalamdır. Da İmam açıq-aşkar deyə bilmir ki, mən Allahın hüccətiyəm, bu Məmun filan oğlu da mənim yerimi qəsb eləyib. Sarayda nə təbiyyəsin ona? Usul deyə bilmir axı, təqiyyədədir. Deyir, sən hüccəti, sən ağlındır ki, sənə ilahi hüccətləri tanıtdırır. Əl-əql. Əql də Allahın hüccəti ki, yu'arrifu bihi's-sadiqə aləllahi fəyusaddiquhu, sənə tanıtdırır, Allahı təsdiq eləyər ki, sən onun vasitəsilə Allahı təsdiq eləyəsən. Vəl-kazibu aləllahi fəyükəzzibuhu, və Allahın yalan danışan da sənə tanıtdırır ki, təkzib eləyəsən onu. Yəni, məni təsdiq eləyəsən, məmun filan şödəni də təkzib eləyəsən ki, mənim yerimi qəsb eləyirdi. Xilafət mənim haqqımdır ki, mən oturmalıydım orada, gəlib qəsb eləyir. Ağlındır ki, sənə həqiqətləri çatdırır ki, onun vasitəsilə kim Allahın barəsində düz danışır, onu tanıyasan və kim Allahın adına yalan danışır, xəlifə nə iddia eləyirdi? Məmunun iddiası nə idi? Məmun yarazı məmun kimi yalancı xəlifələrin. Bu Əba, bu Əmmamə, bu Kürsü hamısı Peyğəmbərdir, mən də onun haqq canişiniyəm. Yalan deyil də, Allahın adına Peyğəmbərlər yalandan danışır. Allahın canişinləri 12 imamıdır. Əli və övladı Əli idi. Deyir ki, Allahın hüccəti sən əqlindir ki, yu'rəfu bihi, onun vasitəsini tanınır, əs-sadiq alallah, Allahın barəsində düz danışanlar tanınır onun vasitəsilə, fəyusaddiquhu, və ondan təsdiqlənir Allah və Allahın dedikləri. Vəl-kazibu alallah, və Allahın adına yalan danışanlar o ağlın vasitəsini tanınır ki, fəyükəzzibu, və ağıl onu yalancı sayır. Min huna və ləmmə kanəl əqlu hudurun və min huna və ləmmə kanə lil-əqli hudurun fa'il fi məsirətil əbhəsil kəlamiyyə, bu baxımdan ki, ağlın mühüm rolu var. Nədə? İnsanın kəlami seyrində, yəni kəlam bəhslərinin davam etməsində ağlın ki, mühüm rolu vardır. Yumkinən nəxləsa ilə,
mümkündür bu nəticəyə gəlib çataq ki, ənnə ilməl kəlam hüccətun. Elm kəlam hüccətdir bi səbəbi etimadi aləl aql. Yəni ağıl ki hüccətdir və kəlam elmi də ağla söykəndiyi üçün kəlam elmi də hüccətdir. Yəni insan üçün hüccət olan birinci şey nədir? Ağıldır. Kəlam elmi də əsas kök əqidələrindən üzərində qurub, əqlin üzərində, əqlin hüccətini qurub. Əql hüccətsə, amma kəlam elmindən nəticələrində olmalıdır, hüccət olmalıdır. Diqqət edirsiniz? Bax, ağıl hüccətdir. Kəlam elmi də ağla söykənir. Onda nə olmalıdır? Kəlam elmində gəldiyi nəticələr hüccət olmalıdır. Ənnə ilməl kəlam hüccətun, kəlam elmi hüccətdir. Bi səbəb i'timadihi aləl əqli və istifadə minhu fi əhəmmi əbhasi. Çünki əsas ən mühüm bəhslərində, araşdırmalarında əqlə söykənir və əqldə söhbət qəti əqldən gedir. Qəti əql hüccət olduğu üçün gərək kəlam elmində gəldiyi nəticələr hamısı hüccət olsun. Bu oldu bizim birinci mənbəyimiz. İkinci mənbəyimiz Quran və məhsulların hədisləri, təbii ki, mötəbər hədislər. Quran ki, başdan başa mötəbərdir öz yerində. Hədislər nə gəlir? Mötəbəri varsa, etibarlı hədislərimiz onlarda bir mənbədir. İnşallah bilmirəm, qabaqçı bəhslərdə gəlir bu məsələ toxunacaq, toxunmayacaq ki, əqaiddə ki, gərək yəqinlə olsun. Əqaid zəndən olmur. Zəndən olmursa, yaxşı, səhih hədis şəriətdə hüccətli bildi, fikri məsələlərdir. Tutaq ki, hədis səhiyyidirsə, İmam Əleyhisselam buyurur, filan şey halaldır, filan şey haramdır, namazı belə qıl, namaza filan xələl gəlsə, 2 rükət məsələn, əlavə namazın çölündə namaz qıl və ilaxır və s. Bu şeylər ki, fiqdə, şəriətdə hüccətdir. Yaxşı, həmən səhih hədis, əqaiddə də hüccətdir ya yox, məşhur nəzər budur ki, hüccət deyil. Çünki əqaiddə ki, hədislər mütəvatir olsun ki, yəqin versin. Bəzi alimlərimiz deyiblər ki, yox. Əgər hədis səhiyyidirsə, əqidədə problem yoxdur. Əqidədə söykənə bilərik. Bəzilər də üçüncü nəzərdə seçiblər, deyiblər ki, əgərsə həmən o səhiyyə hədis itminan verərsə, hüccətdir. İtminan hüccətinə görə. İtminan verməsə, hüccət deyil. Deməli, onda 3 dənə mümkündür hədis barəsində. Hədisdən əqidə çıxartmaq olar olmaz. Mümkündür 3 dənə nəzər demək olar. Əl-Quran və sünnə, ikinci mənbəyimiz. İnnəl insan yəs'a ilə mədd cüsuril irtibat mə xaliqihi. İnsan çalışır ki, mədd yəni bir körpü düzəlsin. Cüsur yəni körpülər düzəlsin. Rabitə körpüləri düzəlsin özü ilə xaliqi arasında. Xaliqihi yəni onun xəlqi, bari xaliq eyni şeydir. Yəni onu vücuda gətirən. Və əda furudul taati və ibadəti ləhu. Və onun fərzləri, vacibləri ki vardı, itaat eləməlidir, ona ibadət eləməlidir, onu yerinə yetirsin. İnsan istəyir ki, körpülər düzəltsin özü ilə xaliqi arasında, hansı ki, xaliqinin öz boyunda gördüyü haqlarını ona əda eləsin. O məndən bir şeylər istəyir, bunu onu verirəm. Bəydən illa ənəhu la yəstəti idrakə keyfiyyət tilkəl ibadə və mərifət kulli ma yərdər Rəbb. Amma bütün o ibadətin keyfiyyətini bilmir ki, namazı necə qılım, orucu necə tutum, qusulu necə eləyim, dəstəmazı nətər alım, bilmir axı. Ağıl nə bilir ki, dəstəmazı nətər alır, qusulu necə eləyərlər. O keyfiyyətlərin bilmədiyi üçün, Rəbbini razı salacaq o keyfiyyətləri bilmədiyi üçün, bir mücərrəd əl-ətimad əla əqlihi, təkcə ağılına kifayətlənə bilməz. Ağıl deyər ki, namaz qıl, amma necə qıl, ağıl bilmir, ağıl namaz necə qılınmalıdır. Neynəməlidir? Fəyəş'uru bi darurətil istiyanə billahi və minəbiyyi. Ona görə də ağıl deyir ki, namaz qıl və namaz qılmanın keyfiyyətini bilmir. Ona görə də zərurətən içində ehtiyac duyur ki, onda mən Rəbbimin hidayətçilərini tanımalıyım ki, onlardan öyrənim ki, mən namazı necə qılım, orucu necə tutum, dəstəmazı necə alım, bunu işləri necə görüm. Billahi deyir ki, zərurət görür ki, kömək alsın Rəbbindən, onun peyğəmbərindən. Və yəkunu bi sədədil vüsul ilə nəbiyyillah. Onda istəyir ki, Allahın peyğəmbərinə yaxınlaşsın, onunla rabitə qursun. Liyətəməkkənə min həlhələti məşakil. Həlhələn izahə. Öz müşküllərin aradan aparmaq üçün, həlhələn aradan aparmaq, öz müşküllərini aradan aparmaq üçün müraciət eləsin kimə? Əbrərucu ilə hazən nəbiyil mursəl. Bu göndərmiş peyğəmbərə müraciət eləsin və ilə dini, onun dininə müraciət eləsin. Və minəl musəlləm bihi, bu da 100% arxain olması bir şeydir ki, ennəl ədyan ilahiyyə və dinil İslami, bütün ilahi dinlər, o cümlədən də İslam dini təhdidən, innəma caət li hidayətil bəşər. Bütün bu dinlər hamısı nə üçün gəlibdir? Həqiqi dinlərə söhbət edir. Allah bu peyğəmbərləri, bu şəriətləri göndərir ki, insanları hidayət eləsin. Və haza ma tuəkkidu aleyhi nususu dini ayılan. Bütün bunları təsdiqləyən nədir? Dini nəslərimiz vardır. Fənəcid ennəl Qur'anəl Kərim şəddədə bi kulli sərahətin. Görür ki, Quran şiddətlə açıq-aşkar bəyan edir. Əla ennə hudən linnas. Ki, o, bütün bəşəriyyət üçün nədir? Hidayətçidir.
və dəlilun hadin lil muslimin və müsəlmanların ən böyük yol göstərən və hidayətçisidir. Və ənə kitabun mubin, o açıq aşkar bir kitabdır. Yehdil müminin vəl muttəqin, möminləri və təqvalıları hidayət eləyir. Və huvə mən yuxricun nasə minəz-zulumati ilən-nur, o insanları zülmətdən nura çıxardan bir kitabdır. Və yubəyyin ləhum məxtələfu fihi, və ixtilafa düşdüyü şeyləri onlar üçün bəyan eləyəndir. Və min sifati ənəhu nurun və hikmətun, onun sifətlərindən də Quranın ki, nurdur, parlaqlıqdır, hikmətdir və zikrun, xatırlatmadır. Və ənəhu tibyanun li kulli şey, hər şey açıqlayandır. Deməli, onda Quran-ı Kerim özün nur deyir, hidayət kitabı deyir, zülmətdən nura çıxardan deyir, möminlərin, müsəlmanların yol göstərir və ilə xarası bütün gözəl sifətləri özünə nisbət verir. Və vərədə fi əhadith mütəəddidə ənəl Quran kitabun yəhtəvi alə əxbar kullu ma hədəs və ma yəhdüs fil kavn. Deyir ki, hədislərimizdə gəlibdir ki, Quran-ı Kerim bütün baş vermiş və baş verəcək bütün hadisələri ehtiva eləyib. Amma biz görə bilmirik də, imam görür onu. İmam Sadiq Əleyhisselamın hədis nəql olunur ki, əgər mən üçün belə deyir, bir elm mütəkkəsi olursan ki, dirsəklərim ora, mən alimlərə dərs deyim, bütün marif-i ilahi, yəni bütün dini mərifətləri Əs-Səməd kəlməsindən çıxardaram. Biz Səməd kəlməsinin uzaqbaşı deyək, məsələn deyək, bir alimimiz bir müfəssir təfsir eləsin, deyək 5-6 səhifə təfsir eləyəcək. Denən 1 saat, 2 saat Səməd barəsində danışdı. Amma imam buyurur ki, mən bütün marif-i ilahini Səmədin içindən çıxardaram. Demək ola bir şeylər yatıbdır ki, İmam görür, biz görə bilmirik və yaxud da ki, məşhur rivayətdir, Sünni Şiə zahirən müəyyən qədər də olsa qəbul ediblər ki, İbn Abbas deyir ki, bir gecə səhərə qədər Əleyhisselam məsələn Bismillahın bahsını mən üçün danışdı. İndi İbn Abbasda nə qabiliyyət vardı ki, Əleyhisselam üçün bir gecə oldu, Bismillahın bahsını danışırdı. Mümkün sən üçün mən söyləyib, Bismillah bir şey soruşdu, 5 dəqiqə soruşacaq, çıxıb getdi o tərəfə. Demək onda Əli Əleyhisselamda o elm vardı, mümkün İbn Abbasda da o qabiliyyət vardı ki, onu əxz eləməyə, bir gecə səhərə qədər Bismillahın bırısından danışırdı onun üçün. Demək, Bismillahın bahsında nə sirlər var, bir gecə səhərə qədər ondan danışmaq olur. İndi mümkün İbn Abbas yox, məsələn fərzən deyə Salman olsaydı, mümkün onun üçün 10 gecə danışardı. Deməli, onda Bismillahın bahsi ya hər hansı bir hərfdə milyonlarla sirlər yatıbdır ki, biz görə bilmirik ki, məsum onu görür. Xülasə, deyir ki, çoxlu hədislərdə gəlibdir ki, İmamlar əleyhimussalam buyurubdur ki, bu Quran bütün sirdir, başdan başa elmlərlə doludur, bütün olmuş və olacaq hadisələrin hamısının elmi Allah Teala cəmləşdiribdir bu Quranda. Və minəl vazih vəl cəli ənnən nas vəhdəhum qeyru qadirinə alə fəhmi kulli hazil ulum. Heç şübhəsiz ki, insan öz başına bu elmləri bu Qurandan çıxarda bilməzlər. Quranda o elm var. Necə ki, məsələn, o kompüter qabağındadır, içində papkalar vardır. Əgər onun kodunu bilmirsənsə, mən bilmirəmsə, sən onun kompüterində bir şey götürə bilmərəm. Amma sən ki, kodunu bilsən, dərhal kodunu yazıb girirsən. Sanki imamlar da kodları bilirlər ki, ayələrin batindəki mənalara girişin kodları olaraq Allah öyrətmişdi onlara. Və ennəhum yəhtacunə fi fəhmiha ilən nəbiyyil əkrəm sallallahu aleyhi və aleyhi və sələm və əhli beyti. İnsanlar o Quranın içindəki elmlərin, sirlərin bilmək üçün, orada yatan o gizlənmiş elmləri öyrənmək üçün Peyğəmbərə və onun əhli beytinə möhtazdılar. Qaləl İmam-ı Sadiq aleyhissalam havləl Quran-ı Kerim və ma ya'rifuhu min ulumihi. İmam Sadiq aleyhissalam Quran-ı Kerimdə belə deyək, qərarlaşdırılmış elmlər və öz bildikləri şey ki, Qurandan bilir onun barəsində bizə belə deyir. Buyurur ki, ənə a'ləmu kitabəllah və fihi bəd'ul xəlq. Mənəm kitabı bilən və fihi bəd'ul xəlqi və ma huvə kainun ilə yevmil qiyamə. Dünya yaranan gündən, aləm yaranan gündən ta qiyamət gününə qədər hər nə baş veribsə, baş verəcəksə, hamısının elmi oradadır. Mən hamısını bilirəm. Və fihi xəbərus səma və xəbərul ərd. Bu Quranda göylərin və yerlərin xəbərləri gizlənibdir. Və xəbərul cənnətə və xəbərun nar. Cənnət və cəhənnəmin sirləri, xəbərləri hamısı bu Quran içindədir. Və xəbəru makanə və xəbəru ma huvə kain. Olmuş və gələcəkdə olacaq bütün elmlər, bütün sirlər, xəbərlər hamısı bu Qurandadır. A'ləmu zəlikə. Həzrət buyurur ki, mən elə bilirəm. Kəma mənzuru ilə kəffi. Siz əlinizə belə baxın, necə barmaqları bilirsən. İndi birdən məndən bir deyilsə ki, məsələn fərzəndə barmağında var, özüm üzüyü var, heç fikirləşmədən. Məsələn, o biri barmağında, o biri üzüyü var, məsələn. Bu barmağın uzunluğu, bu barmağın dərhal deyil. Heç fikirləşmədən bu barmaq bundan uzundur. Necə biriniz əlinizə baxanda necə bilirsinizsə, mən olub və olacaq bütün elmləri Quranla özür bilirəm. Quran ki, mənim əlimdədir, sinəmdədir, beynimdədir, hər şey ondan bilirəm mən. Kəma ənzuru ilə kəffi. Əlimin içinə baxıb bildiyim kimi hər şeyi bilirəm. İnnəllah yəqul fihi tibyanun li kulli şey. Çünki Allah Quranda buyurur ki, hər şeyin açıqlaması bu Qurandadır. Mən də o Quranın elmini Allah mənim sinəmə qoyduğu üçün Həzrət buyurur ki, hər şeyi bilirəm mən. Və fi hâzə siyaq sərrəhət kəsirun minəl əhadis ennəl əimməl mə'sumin.
ya'lemune bi kulli ma yahtacuhun nas. Buna görə də ki, çoxlu hədislərimiz dəlalət edir ki, insanların ehtiyac duyduğu hər bir şey məsumlar bilirlər. Fəminəl lazimi rucu ilə hadisihim. Buna görə də indiki Quran elmləri Əhl-i Beytin sinəsində onu məcbur olun Əhl-i Beytin hədislərinə müraciət edir. Onların vasitəsilə Quranı öyrənək. Fəminəl lazim ər-rucu ilə hadisihim və tədəbbür fiha. Buna görə də məcbur onların hədislərinə müraciət edir və tədəbbür eləyək, dərindən düşünək. Və min səmmə itaatuhum. Ondan sonra ona itaat eləyək və təslim olaq. Hər nə əmr eləsin, ona itaat eləyək. Li-əvamirihim. Və sərrəhət ba'dul əhadis ənə mən la yəf'əl zəlikə. Hədislərdə gəlib, hər kəs onlara itaat eləməsə, yəni Quranı öz başına onlarsız istəsə öyrənsin və yətlubul hidayətə min qeyrihim, onlarsız hidayət yolu getmək istəsə, səyəkunu məsirul dalal, onun yolu, hidayət yolu zəlalət yolu olacaq. Yəni bir nəfər ki, Allaha çatmaq istəyir, amma Əhl-i Beytin yolu olmadan, olan hədisləri olmadan istəyir Allaha qovuşsun, hidayətə yox, şeytana qovuşacaq, zəlalətə qovuşacaq. Və kəmisalin ələ zəlikə sənüşiru ilə vahidi min tilkəl hədis. Ona görə də həmən hədislərdən birinə işarə eləyirəm, ondan da inşallah dərsimizdə tamamlayıram. Buyurur ki, Tənaha ilə İsmail İmam-ül Baqir aleyhissalam, İmam Baqir aleyhissalamın qulağına belə çatdı ki, iki nəfər ki, zahirən ki, imamın dərslərində iştirak eləmişdilər. Gedirlər, qoşurlar, məsələn, fərzən deyə özlərindən məzhəb açırlar, ya Əbu Hanifə qoşurlar, Malikə qoşurlar, kiməsə qoşurlar da, xülasə imamdan qırılıblar, özləri məzhəb düzəllər, ya neyinlər, biz Allaha, ya İmam Baqirsiz satacaq Allaha. İmam da deyir, hay çatdızay, hay satarsız. Xülasə deyir ki, Tənaha ilə İsmail İmam-ül Baqir aleyhissalam vücuda şəxsəyni yəxuzani umurəhuma əd-diniyyə min qeyri əhlil beyt aleyhimussalam. Xəbər çatdı ki, bunlar iki nəfər imamlarsız, məsumlarsız, Peyğəmbər əhli beyti olmadan istəyirlər hidayət yolu getsinlər. Özlərini Allaha qovuştursunlar. Və yətəhəddəsani bizalikə əmamə ammətin nas. İnsanların qabağında deyirlər ki, yəni məsələn deyir, İmam Baqir olmasa da biz Allaha qovuşa bilərik. Bu sözü cəmaata deyirlər. Fəqalə ləhumə Həzrət onlara belə dedi. Şərriqa və qəribə. İstəyirsiniz şərqə gedin, istəyirsiniz qərbə gedin. Yəni hara gedirsiniz, gedin. فَلَا تَجِدَانِ عِلْمًا صَحِيحًا إِلَّا شَيْئًا خَرَجَ مِنْ عِنْدِنَا أَهْلِ الْبَيْتِ. Hara gedirsiniz gedin, şərqə, qərbə, orada Çinə gedirlər, Avropa gedirlər, o vaxt hansı ölkələr var. Hara gedirsiniz gedin. Əgər bir səhih şey tapa biləcəksiniz ki, çıxıb, o da bu Əhl-i Beytdən, biz Əhl-i Beytdən çıxıb. Yəni biz Əhl-i Beytin evindən çıxan, elmdən səhihin tapa bilməyəcəksiniz. Hara getsən zəlalətdir. Əgər hidayət istəyirsən, bizim qapımızdadır. Bizim qapımızda söhbət İmamın öz başına getirmir. Allah verib o elmi, ona görə düz olub, ona görə səhih olub. Əgər Allah verməsəydi, o da səhv eləyərdi, o da xəta eləyərdi. Ona görə buyurur ki, istəyir şərqə gedin, istəyir qərbə gedin. Fəla təcidani ilmən səhihən, səhih elm tapmayacaqsınız, illa məgər şeyən. O şey tapacaqsınız ki, səhih ki, xərəcə min indinə əhl-i beyt. Biz əhl-i beytin yanından çıxıbdır. Allah an verir Əhl-i Beytin hörmətinə ki, bizi də həmən elmdən istifadə edib və hidayət olan bəndələrindən qərar versin. Elhamdülillah Rabbil aləmin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.